Hər birinizə öz xəyalınızda gələcəyi qurmaqda əzm, cəsarət, motivasiya diləyirəm. Yaxşı ki varsınız, yaxşı ki bir yerdəyik, yaxşı ki bu yolu bir yerdə gedirik. Qalan da ki, bugün əgər hər hansı bir sualınızı buraxdımsa, çox üzr istəyirəm. O sualı yenidən verərsiniz. Hər hansı bir son rəyləri də bitirim, sonra yekunlaşdıracağım. Masana bildik, gözəl cavab verdiniz. Yenə də təşəkkür edirəm. Xoşdur. Nərmin xanım bildik ki, çox əla, çox gözəl. Təşəkkürlər. Yusuf bəy bildik ki, salam Pərzvə, Nurlana xanımı yenə çağıracaqsınız. Yenə çağıracağım, amma artıq belə deyim, universitet şəraitində yox. Artıq belə deyim də öz məkanımızda, böyük ihtimal XC Club'da çağıraram. Əgər buna bir ehtiyac olarsa, belə deyim 10-15 tələbə bir araya toplanıb, belə bir mənə müraciət olunsa ki, Pərzvə biz Nurlana xanımı yenə görsək, Nurlana xanım XC qrupundan çıxmış bir adamdır. Onun da xəyalımda gələcək onun üçün bir dəyərdir. Və sağ olsun ki, elə bir cümləmizlə də durub Küveytdən uçub gəlmişdi bura 1-2 günlüyünə və növbəti gündə uçub geri qayıtmışdı. Yəni o bu dəyərə belə yanaşır sağ olsun. Amma təbii ki də bildiyim kimi o dünyadan gəldi mesaj verməyə. O dünyanı isə bəzi autoriyada bəzi gənclər darbeyinli deyək. Darbeyinli olanlar o qədər də yaxşı qarşılamamışdı. Oradakı autoriya məsələni sevsə belə o ortamı kənardan görənlər bayağı gedib şikayət falan eləmişdilər. Darbeyinli olmaqlarını nümayiş etdirmişdilər. Bir şey demirik. Əgər belə deyim də sadəcə gülüb keçirəm, bu həyatı istəyib də bu həyatdan bir insanı görəndə şok yaşayan, bu niyə belədir, yox mən bunu belə görmək istəmirəm deyən insanlara həqiqətən gülürəm. Yəni sən nə istəyirsən o zaman? Sən bu dünyaya atılmaq istəyirsənsə, bu dünya budur dostum. Salam aleyküm. Bunu görüb, bunu tanış olmalısan. Amma sən bunu həzm edə bilmirsənsə, ciddən sənə uğurlar diləyirəm. Ciddən sənin ki, bu şirkətlərdə nələr çəkəcəyi və həqiqətən indidən yazığım gəlir. Yəni, əgər sən bu qədər tolerant ola bilmirsən, bu həyatı həzm edə bilmirsənsə, edəcək bir şey yoxdur. Biz sadəcə o həyatı göstərdik, bacardığımız qədər, mümkün qədər. Və bu yolunda biz zarafat olmadığını göstərdik sizlərə. Görən gördü, sizin kimi gənclər, zaten arif olanlar da özünə yaralı olan tərəfini götürdü. Belə, bunları deyə bilərəm Nurlana xanımla görüşdən və inşallah ki, əgər Yusuf bəy yenidən istənilsə, niyə də olmasın? Nurlana bəy vitse-prezident adamdır. Onun üçün bir təyyarəyə oturub bura gəlmək heç bir şeydir yəni. Yenə deyərik, yenə çağırarıq, yenə gələr. Belə. Təşəkkür edirəm dostlar. Gənclər üçün gözəl örnəksiz Allah qorusun. Amin. Amin. Zaten bunun qarşılığını yuxarılardan alırıq. Şükürlər olsun. Həyatımızda növbəti addımları atırıq. Hər şey bunun bərəkətidir zaten. Belə. Təşəkkür edirəm dostlar. Bəli Yusuf bəy, çox heyf. Belədir yəni, edəcək bir şey yoxdur. Belə dostlar. Bugünə görə təşəkkürlər. Bərabər olmağı seçdiyiniz üçün təşəkkür edirəm. Gələn həftənin bazar günü saat 10-da bir yoxlayın. İnşallah ki, görsəz ki, canlıdayım. Daha bir gözəl bir saat birlikdə keçirək. Hələlik isə özünüzə yaxşı baxın deyirəm. Xəyalınıza gələcəkdən bək-bək yapışın və bu yolda da bir yerdə olaq, bir-birimizə kömək olaq, bir-birimizə ürək dirək olaq. Qoymayaq ki, bu materialist dünya bizi xəyalımızdakı gələcəyi yolumuzdan o qətiyyətliyimizi biraz sındırsın. Hamınıza uğurlar dostlar. Özünüzə yaxşı baxın, gecəniz xeyrə qalsın. Sizinlə mən Pərviz Həsənov. Xəyalımda gələcək çay söhbəti live proqramının növbəti buraxılışı bazar günü axşam 10-11 arası buraxılışı idi. Mənimlə olduğunuz üçün təşəkkürlər. Görüşənədək.